Əziz dostlar, bugün qarşımızda duran məsələ bizim vicdanımıza, inancımıza və insanlığımıza toxunan bir məsələdir. Qəzzadı minlərlə günahsız insanın, o cümlədən uşaqların, qadınların, yaşlıların qətlə yetirildiyi bir şəraitdə Azərbaycan hərbiçilərinin sülhməramlı adı ilə bölgəyə gətirilməsi gündəmə gətirilib. Bu sülhə aparan yol deyil, bu zulmün davamına razılıq verməkdir. Biz müsəlmanıq, biz haqqın və məzlumun yanında dayanmalıyıq. Bizim əskərimiz, bizim bayrağımız bu qətliamla birgə çəkilməməlidir. Bu addım həm Allah qarşısında, həm də tarix qarşısında ağır bir məsuliyyətə çevrilə bilər. Biz bu yükü daşımaq istəmirik. Gəlin susmayaq, göz yummayaq, bu məsələyə yox deyək. Qəzzaya yardım göndərmək olar, dua etmək olar, amma silahla getmək bu bizim yolumuz deyil.